Herkese selam. Bugünümüzün menüsünde waffle resepti var. Waffle resepti o hem asan yoldan miksersiz falansız 5 dakikada hazırlayabileceğiniz muhteşem hem şirniyat hem atıştırmalık kimi hem uşaqlarınızın çok seveceği bir resepttir. Qeyd eləməyi unutmayın. Gəlin anda keçək reseptimizə. Əvvəlcə bir qaşıq kərəyağını əridirik və qabımıza əlavə edirik. Daha sonra mən 2 qaşıq əlavə elədim şəkər tozunu. Siz daha şirin istəyirsinizsə 4 qaşıq da əlavə eləyə bilərsiniz. Şeker tozunu əlavə elədikdən sonra çırpma telimizi götürürük və 2 dəqiqə ərzində dayanmadan çırpırıq və şəkərin həll olmasını gözləyirik. Yetəri qədər çırpdıqdan sonra 2 ədəd yumurtanı üzərinə əlavə edirik və 1 ədəd vanil üzərinə əlavə edirik və bunlar da həll olunana kimi qarışdırmağa davam edirik. Yeterince karıştırdıktan sonra herkesin evinde olan bir stəkan su 2 barmaq aşağı olmaq şərtilə əlavə edirik. Bunu sütlə də əvəz eləyə bilərsiniz. Suyu da karıştırdıktan sonra artıq unumuzu əlavə eləyə bilərik. Əleyimizi götürürük və qarışımımızın içərisinə 1 stəkan un əlavə edirik və 1 paket də qabartmanı əlavə edib unumuzu əriyirik. Unumuzu da karıştırdıktan sonra kıvamına baxın. Yəni ola bilər ki, bir az siz də çox tökmüş ola bilərsiniz və yaxud da məndən eyni miqdarda eləməmiş ola bilərsiniz. Mən biraz duru olduğuna görə əlavə 2 qaşıq da un əlavə edirəm və əliyirəm. Onu da qarışdırdıqdan sonra artıq kütləmiz hazırdır. Əvvəlcədən qızdırdığımız tosterə və yaxud da ki, siz istəsəz tavada da hazırlaya bilərsiniz. Kütləmizə əlavə edirik və tosterimizi bağlayırıq. Mən birincini hazırlayarkən biraz çox əlavə elədim. Daha sonra eləyəndə isə az əlavə elədim və o tosterin içərisində şişərək iki tərəfli də olur. Ona görə də siz də öz tosterinizin ölçüsünə görə əlavə eləyərsiniz. Mənim tosterimdə yapışdırmadığına görə mən yağlamadım. Siz də əgər öz tosterinizə görə yağlayıb yağlamamağa qərar verərsiniz. Onu da qeyd edeyim ki, mənim hazırladığım kütlədən, yəni ölçülər verdiyim kütlədən hazırlasaz 7 dənə waffle çıxacaq. Məndə 7 dənə çıxdı. Waffle'lar bişərkən ətrafı qoxusu, yəni yayılmışdı, çox gözəl qoxusu var. Gördüyünüz kimi sonradan tosterə daha az əlavə elədim. İki tərəfi də bişdi. Artıq sonuncu waffle'ımız da hazırdır. İstədiyiniz kimi servis edə bilərsiniz. İstədiyiniz meyvələrlə, evinizdə olan meyvələrlə servis edə bilərsiniz. Məndə banan var idi. Mən bananla servis eləmək istədim və üstünə qatılaşdırılmış süt əlavə elədim. İstəsəz şokolad da əlavə edə bilərsiniz. Yumuşaq, dadlı, yəni ən çox da uşaqların sevəcəyi bir şirniyyatdır. İnşallah hazırlayıb bəyənərsiniz. Əgər videoya axıra kimi baxdınızsa, səhifəmə abunə olmağı unutmayın. Mənə dəstək olmağı unutmayın. Səhifəmə abunə olaraq həm mənə dəstək olarsınız, həm də hazırladığım şirniyyatların reseptini burada sizinlə bölüşərəm. İnşallah sizin üçün faydalı olmuştur. Abunə olmağı unutmayın. Sağ olun.